Cabir Novruzun Mən bizim anaları günəşlə tən tuturam şeirinin məzmunu və təhlilindən tanış olaq. Birinci bənddə bizə deyir ki, mən bizim anaları günəşlə tən tuturam. Onlara gül çələngi məhəbbətdən tuturam. Deməli, lirik qəhrəman analarımızı günəşlə bərabər, günəşlə tən tutur. Və deyir ki, analara gül çələngi məhəbbətdən tuturam. Yəni, öz məhəbbətimdən analar üçün gül çələngi tuturam. Əlvan qövsü qüzehdə min cür rəng istəyirəm. Qövsü qüzeh deyəndə göy qurşağını nəzərdə tutur və deyir ki, o rəngarəng göy qurşağından min cür rəng istəyirəm. Onlara od verirəm ürəyimin odundan. Övladların adından, oğulların adından. Əyilməz analara əyilmək istəyirəm. Şair, lirik qəhrəman burada anaların əyilməz, mərd, anaların nə qədər müqəddəs olduğunu bildirir və deyir ki, analar əyilməzdir, amma mən həmin əyilməz analara mən əyilmək istəyirəm. Bunu bizə bildirir. Söz qoşmaq istəyirəm ən cavan analara. Ömrünü bizə verib qocalan analara. Deməli, lirik qəhrəman həm ən cavan analara söz qoşmaq istəyir, həm də ömrünü bizə verib qocalan analara. Yəni, burada sadəcə deyək ki, ağbirçə analardan söhbət gedir və yaxud da yeni ana olmuş xanımlardan söhbət gedir. Belə deyil. Lirik qəhrəman həm ən cavan analara, həm də ən qoca analara söz qoşmaq istəyir. Bizə laylaları ilə xoş həyat verənlərə, bizə talib bəxş edib, bizə ad verənlərə. Yəni, lirik qəhrəman həm bizə laylaları ilə xoş həyat verən analara, həm də bizə talib bəxş edib, bizə ad verən analara söz qoşmaq istəyir. Toyumuzu görəndə 100 il gəncləşənlərə, qadın adlı xilqətə, ana adlı bəşərə. Sevgi dolu mahnılar oxumaq istəyirəm. Nə qədər ki səsim var, oxumaq istəyirəm. Deməli, birinci bənddə ana bütün övladların adından, bütün oğulların, bütün qızların adından əyilməz analara əyilmək istədi lirik qəhrəman. İkinci bənddə isə lirik qəhrəman analara, həm ən cavan analara, həm ömrünü bizə verib qocalan analara söz qoşmaq istədiyini bildirdi. Eyni zamanda deyir ki, analara sevgi dolu mahnılar oxumaq istəyirəm. Nə qədər ki səsim var, oxumaq istəyirəm. Bunu da qeyd edim ki, baxın, bu misrada toyumuzu görəndə yüzlü gəncləşənlərə. Burada mübaliğə var. Şişirtmədir, yəni istər-istəməz insan yüzlü gəncləşə bilməz. Ona görə də bu mübaliğə hesab olunacaq. Baxırıq üçüncü bənddə. Üçüncü bənddə şəhid analarından söhbət gedir. Oğulları döyüşdən geri dönməyənləri, fəqət ürəklərində ümid sönməyənləri, bir gecədə saçını ağappaq hörənləri, bir gözü ilə ağlayıb, biri ilə gülənləri. Burada da görürük ki, təzaddan istifadə olunub. Bura qədər izah eləyək. Deyir ki, lirik qəhrəman, yəni sənətkar, övlad məhəbbəti ilə isitmək istəyir. Hansı anaları? Oğulları döyüşdən geri dönməyən anaları. Buna baxmayaraq, oğulları döyüşdən geri dönməyib, amma onların ürəklərində ümid hələ də sönməyib. Oğulları döyüşdən geri dönməyib deyə bir gecədə saçını ağappaq hörüb həmin analar və bir gözü ilə ağlayıb, bir gözü ilə də gülüblər. Keçmiş qanlı davadan hər gün söz salanları, gəlinsiz olanları, nəvəssiz qalanları. Artıq oğullar təbii ki, döyüşdən geri dönməyib deyə onlar nəvəsdə olmayıb, gəlinlər də olmayıb. Övlad məhəbbəti ilə isitmək istəyirəm, ürək hərarəti ilə isitmək istəyirəm. Lirik qəhrəman həmin anaları, yəni şəhid analarını övlad məhəbbəti ilə, ürək hərarəti ilə isitmək istədiyini qeyd edir. Dördüncü bənddə bizə deyir ki, mən bizim analara həyat səsi deyirəm. Deməli, lirik qəhrəman analarımızı həyat səsi adlandırıb. Bir ümman dərinliyi dağ zirvəsi deyirəm. Ümman bilirik ki, sonsuz dərya, dənizə deyilir. Dağ zirvəsi də təbii ki, uca bir məqamdır və sənətkar analarımızı ümman kimi dərin və dağ zirvəsi qədər uca görür. Hər əzaba tab edən, hər zəhmətə qatlaşan, torpaqla döyüşdə tunclaşan, poladlaşan. Yəni, bildirir ki, analarımız hər zəhmətə tab gətirən analardır. Torpaqla döyüşdə tunclaşan, poladlaşan, yəni zəhmətkeş analardır. Görürük, ikinci bənddə şəhid analarından söhbət gedibsə, üçüncü bənddə şəhid analarından söhbət gedibsə, dördüncü bənddə zəhmət çəkən, əziyyət çəkən, zəhmətkeş qadınlardan, analardan söhbət gedib. Qabarlı əlləri ilə bizə şöhrət gətirən, şərəfli ad gətirən, sonsuz hörmət gətirən, yəni analarımızın əllərinin qabarı ilə biz hal-hazırda indiki vəziyyətimiz hansı vəziyyətsə biz o vəziyyətə gəlib çıxmışıq. Bunlar təbii ki, analarımızın nəticəsindədir. Onların səyi cəhdi nəticəsindədir. O əlləri qızıla mən tutmaq istəyirəm. Yəni, o deyir qabarlı əlləri ilə bizə şöhrət gətirən.
O əlləri qızla mən tutmaq istəyirəm, onların heykəlini yaratmaq istəyirəm. Bu bənddə də nə gördük? Anaların əllərini qızla tutmaq və onların heykəlini yaratmaq istədiyini deyir sənətkar. Sonuncu bənddə bizə deyir ki, mən bizim anaları günəşlə tən tuturam. Yenə ilk bəndin təkrarı kimi olsa da biraz dəyişikliyi var. Onlara gülçələngi məhəbbətdən tuturam. Əlvan qövsü güzehdən min cür rəng istəyirəm. Onlara od verirəm ürəyimin odundan, əslimizin adından, nəslimizin adından, əyilməz analara əyilmək istəyirəm. Baxın, birinci bənddə bu bir qədər fərqlidir. Orada deyir övladların adından, oğulların adından, amma burada əslimizin adından, nəslimizin adından deyir. Bu oldu bizim şeirimizin məzmunu. Gəlin təhlil hissəsinə də baxaq. Əsər lirik növdədir və heca vəznindədir. Nəzmlə yazılan əsərdir və gördüyümüz kimi bəndlər formasındadır. Təbii ki, sujet xəttinə malik deyil. Ümumiyyətlə lirik əsərlər əsas etibarilə sujet xəttinə malik olmurlar. Konkret bir ana obrazına aid deyil təbii ki. Əsərdə ana anlayışını yazılmış bir əsərdir. Əsərin lirik qəhrəmanı tək öz adından yox, bütün övladların adından danışır. Əsərin ideyası nədir soruşsaz, ana təbiətin möcüzəsidir. Cənnət anaların ayaqları altındadır. Ana haqqı Tanrı haqqıdır. Bu fikirləri deyə bilərik. Bütün bəndlərdə ana adının əzəmətinə rast gəlmək olar. Analar, günəş, dağ zirvəsi, həyat səsi adlandırılıb şeirdə. Bunu bəndlərin içərisində görürük. Şeirdə lirik qəhrəman anaları günəşlə bərabər eyni tutur. Biz bunu birinci bənddə də, sonuncu bənddə də görürük ki, mən bizim anaları günəşlə tən tuturam deyir. Analara məhəbbətdən gülçələngi tutur. Bunu birinci bəndin ikinci misrasında deyir ki, onlara gülçələngi məhəbbətdən tuturam. Əlvan qövsü güzehdən min cür rəng istəyirəm. Ürəyinin odundan onlara od verirəm. Bu mübaliğədir. Şair birinci bənddə əyilməz analara əyilmək istədiyini deyir. Bu sonuncu bənddə də belədir. Ən cavan analara söz qoşmaq istəyir. İkinci bənddə bunu görürük. Deyir ki, söz qoşmaq istəyirəm ən cavan analara. Səsi var olduqca sevgi dolu mahnılar oxumaq istədiyini deyir. Bunu da ikinci bənddə görürük. Deyir ki, sevgi dolu mahnılar oxumaq istəyirəm. Nə qədər ki səsim var, oxumaq istəyirəm. Övladı döyüşdən gəlməyən, gəlinsiz olan, nəvəsiz qalan analar daha doğrusu övlad məhəbbətindən isitmək istədiyini deyir. Bunu da üçüncü bənddə deyir ki, keçmiş qanlı davadan hər gün söz salanları, gəlinsiz olanları, nəvəsiz qalanları övlad məhəbbəti ilə isitmək istəyirəm. Ürək hərarəti ilə isitmək istəyirəm. Zəhmətkeş anaların əllərini qızla tutmaq istəyir. Burada da deyir ki, torpaqla döyüşdə tunçlaşan, poladdaşan, qabarlı əlləri ilə bizə şöhrət gətirən, şərəfli ad gətirən, sonsuz hörmət gətirən o əlləri qızla mən tutmaq istəyirəm. Anaların övladı üçün öz ömürlərindən belə keçməyə hazır olduqları vurğulanır. Zəhmət yolunda tunçdaşan, poladdaşan onların heç vaxt yorulmadığından da danışılır. Əsərdə analar övladlarına laylalarından xoş həyat bəxş edib. Oğullar döyüşdən dönməsələr də ümidlərini itirmirlər. Bir gecədə övlad dərdindən deyir, bir gecədə saçını ağappaq örənləri, bir gözü ilə ağlayıb, birindən gülənləri. Yəni, bir gecədə saçlarını ağappaq örüblər və bir gözü ilə ağlayıb, bir gözü ilə də gülüb həmin analar. Ümumiyyətlə, əsərdə bu əsər, yəni Cabir Novruzun Mən bizim analar günəşlə tən tuturam əsərindən Cəfər Cabbarlının ana şeirinin oxşar fərqli məqamları var. Bu oxşar məqamlar deyim, Cəfər Cabbarlının da şeiri kanalda var. Axtar şeirini Cəfər Cabbarlı ana əsəri yazıb baxa bilərsiniz. Məsələn, nəyi ortaq deyə bilərik? Sözə sığmayan ana adının ucalığı mükəmməl boyalarla hər iki əsərdə tərənnüm olunub. Daha sonra şair ana layləsini övladlar üçün həyat mənbəyi hesab edib, insanın ruhunun qidası hesab edib, həm bu əsərdə, həm digər əsərdə. Hər iki əsər bənd şəklində yazılıb. Şeirin bütün bəndlərində bir-birinə qafiyələnən misralar rast gəlmək hər iki əsərdə mümkündür. Ümumiyyətlə, hər iki əsərdə şair əyilməzlik simvolu olan anaların qarşısında əyilməyi özünə bir xoşbəxtlik, bir səadət sayır. Hər iki əsəri bu formada müqayisə eləyə bilərik. Məzmununa görə, formasına görə də müqayisə eləmək olar. Məsələn, o da bəndlər formasındadır, bu əsər də bəndlər formasındadır gördüyümüz kimi, amma vəzinə görə məsələn müqayisə eləyə bilmərik. Cəfər Cabbarlının ana əsəri əruz vəznində mücüzəs bəhrindədir, amma Cabir Novruzun ana əsəri heca vəznindədir.